Niyə bu zamana qədər bu şorbanı hazırlamamışdım deyə özümə sual verirəm. Həqiqətən inanılmaz dadlı, ləzzətli, faydalı şorbadır. Əgər maraqlıdırsa, keçək hazırlanma qaydasına. İlk öncə 1 ədəd orta boy soğanı doğrayaraq işə başlayırıq. İstifadə etdiyim ərzaqların miqdarını videonun açıqlama hissəsinə də qeyd etdim. Soğanı doğradıqdan sonra bişirəcəyim qazanı əlavə edirəm və qazanı ocağın üzərinə alırıq. Soğanın üzərinə çərək yağı əlavə edirəm. Orta odda soğan yumuşayana qədər bişirirəm. Soğan hazır olana qədər biz də göbələyi hazırlayaq. 400 qram şampinyon göbələyindən istifadə edirik. İlk öncə göbələyi yaxşı yuduq, quruladıqdan sonra həm saplağını istifadə edəcəyik, həm də özünü. Qabığını təmizləyirik. Qeyd edim ki, qabığını təmizlədikdən sonra yumağa ehtiyac yoxdur. Ardından doğrayırıq. Necə doğrayacağınızın əhəmiyyəti yoxdur, sonda blenderdən keçirəcəyik. Soğan rəngini dəyişib bir qədər yumuşadıqdan sonra üzərinə göbələyi əlavə edirik və qarışdırırıq. Qapaq altında qısıq odda bişiririk. Yəni göbələyin yumuşayıb öz suyunu bir qədər salmasını gözləyirik. Hələ ki duzdan istifadə etməmişik. Bir dəfə qarışdırırıq. Gördüyünüz kimi göbələyin həcmi xeyli azalıbdır. İndi isə üzərinə zövqə görə qara istiyor, duz əlavə edirik. Yenidən bir dəfə qarışdırıb qazanın qapağını bağlayırıq. Daha 5-10 dəqiqə müddətində bişiririk. Soğan və göbələyi təxminən 20 dəqiqə müddətində bişirdim. Üzərinə qaymaq və süd əlavə edirik. Qeyd edim ki, mən 200 qram 20%lik qaymaqdan istifadə etdim. Qaymağı azca suda açdıqdan sonra göbələyin üzərinə əlavə edirəm. 200 ml süd əlavə edirəm. Süd zövqə görə də istifadə etməyə də bilərsiniz, amma süd əlavə etdikdə daha dadlı olur. Orta odda qaynara düşməsini gözləyirik. Qaymaq, süd əlavə etdikdən sonra təxminən 1-2 dəqiqə müddətində daha bişiririk. Sonda şorbaya su əlavə edirik. Mən qeyd edim ki, 500 ml sudan istifadə etdim. Stəkanla isə 200 qramlıq stəkan ölçüsü ilə 2 stəkan yarım su əlavə etdim. Bütün ərzaqları əlavə etdikdən sonra təxminən 7-8 dəqiqə daha qısıq odda şorbanı bişirdik. Ən sonda blenderdən keçiririk. Əgər blenderdən keçirmək istəmirsinizsə, siz göbələyi xırda-xırda doğrayıb şorbanı elə hazırlaya bilərsiniz. Şorba yetər qədər bişdikdən sonra blenderdən keçirdiyimizə görə artıq ocaqda tutmağa ehtiyac yoxdur. İsti-isti servis edib nuş edə bilərik. Çox dadlı, ləzzətli, möhtəşəm bir şorbadır. Qatlığı da gördüyünüz kimi idealdır. Sizlər də bu üsulla göbələk şorbası hazırlayıb şirin ağızla nuş edə bilərsiniz. İnanın, hədsiz dadlı, ləzzətli bir şorbadır. Bu günlük bu qədər. Kanala abunə olub videonu bəyənməyi unutmayın. Hələlik.